Salam əziz izləyicilər. İki paralel düz xəttin 3-cü ilə kəsişməsindən alınan bucaqlar bölməsinin testlərinin izahlarına baxacağıq. Birinci sualda AB CD-yə paraleldir və AC kəsəndir. Bizə verilən şəkli çəkək. Belə bir şəkil verib bizə. Bura A-dır, bura B-dir. CD. Və bu bucaq 65 dərəcədir. AC kəsəni çəkdik. AD isə, baxın bu xət. BAC-nin tən bölənidir. BAC-nin tən bölənidir. Yəni, bu iki bucaq, ikisi də alfadır. Bir-birinə bərabərdirlər. ACD bucağını istəyir. ACD. Baxın, buradakı bucağı istəyir bizdən. ACD bu bucağı. Əgər bura 65 dərəcədirsə, buradan iki xət AB ilə CD bir-birinə paraleldirsə, alfa onun çarpazıdır. Alfa da bərabər 65 dərəcə olur. Əgər bunlar ikisi bir-birinə bərabərdirlərsə, o zaman bu da 65-dir. 65. 65 ilə 65-i toplayarıq. Bucaq ACD bərabərdir. 180-dən də çıxarıq həmin o cəmi. Eləyəcək cavabımız 50 dərəcə. 1-də oldu E bəndi. İkinci suala baxaq. Bucaq 1,60 dərəcədirsə, A ilə B bir-birinə paraleldir, 2-ni tapın. 2 ilə 1 bir-birinə çarpaz bucaqlardır. Bucaq 1 bərabərdir, bucaq 2 olacaq, o da olacaq 60 dərəcə. Bir neçəyə baxın, daxili çarpaz formada yerləşir. 2-də olacaq B bəndi. Üçüncüyə baxaq. Üçüncüdə, bura 2-dir. 2-nin qarşılıqlısı burada 2-dir. Və burada 1 verib. O zaman 1 ilə 2 bir-birinə necə bucaqlar oldular? Daxili bir tərəfli. Yəni, cəmləri 180 dərəcədir. 1, 45 dərəcədirsə, bucaq 2-ni tapmaq üçün 180-dən çıxarıq 45-i. Bu da eləyər 135 dərəcə. 3-də olacaq cavabımız D bəndi. Dördüncü suala baxaq. Dördüncü sualda şəkli çəkək. Bura 1 verib bizə. O zaman bunun qarşılıqlısı burada 1-dir. Burada da 2 var. Deməli, 1 ilə 2 yenə bir-birinə daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəflərində cəmləri 180-dir. Bucaq 1-dən bucaq 2-ni çıxıblar, 40 dərəcə yazıblar və cəmlərinin də 180 dərəcə olduğunu bildik. Bizdən bucaq 2-ni istəyir. Bucaq 2-ni tapmaq üçün bunların tərəf-tərəfə çıxaq ki, bucaq 1-lər islah getsin. Getdi bunlar islah. Bucaq 2-dən çıxanda mənfi bucaq 2-ni eləyəcək 2 vurulsun bucaq 2 bərabər. 180-dən 40-a çıxanda 140 dərəcə. O zaman bucaq 2 bərabər 140-ı da 2-yə böləndə 70 dərəcə eləyəcək. 4-də cavabımız olacaq 70 dərəcə və bucaq 2-ni soruşurdu. Keçək 5-ci suala. 5-də görək nə deyir bizdən? 1 ilə 2-nin cəmi 260 dərəcədir. Burada baxıram, 1 ilə 2 çarpaz bucaqlardır, daxili çarpazdırlar. Deməli, bucaq 1, bucaq 2-yə bərabərdir. Daxili çarpaz olduqlarına görə. 260 da 2-yə böləndə bunların hər biri 130 dərəcə olacaq. 1 ilə 3 isə qonşu bucaqlardır. O zaman bucaq 3 bərabərdir. 180-dən çıxaran bucaq 1-i, yəni 130 dərəcəni. Bu da eləyər 50 dərəcə. 5-də oldu cavabımız B bəndi. Keçək 6-ya. 6-cı sual bu tərəfdədir. Bucaq 1-dən 2-ni çıxıblar. 80 dərəcədə. Həmçinin biz burada şəkildən görürük ki, bucaq 1 ilə 2 daxili bir tərəflidir. Yəni, cəmləri 180 dərəcədir. Bizə lazımdır ki, bucaq 2-ni tapaq. 2 ilə 3 qonşudular axı. Oradan istifadə edib 3-ü tapa biləm. Bucaq 2-ni tapmaq üçün gəlin bundan tərəf-tərəfə çıxaq. Çıxanda bunlar getdi islah. Qaldı burada 2 vurulsun bucaq 2 bərabər. 180-dən 80 çıxanda 100. O zaman bucaq 2 bərabər 100-ü 2-yə böləndə 50 dərəcə. Bucaq 2 oldu 50 dərəcə. Bucaq 3-ü tapmaq üçün də bunlar bir-birinə qonşudular. 180-dən çıxaram 50-ni. Cavabımız eləyəcək 130 dərəcə. 6-cı sualda oldu cavabımız 130 dərəcə. Uyğun gəlir C bəndinə. 7-ci suala baxaq. 1 ilə 2 və 1-in dərəcə ölçülərinin nisbəti uyğundur. 1 bölünsün 4-ə. 7-ci sualda. Bura 3'dür.
Bura 1'dir. Burada 2'dir. 2'nin qarşılıqlısı bura 2 olduğuna görə 2'ni burada da yazmaq olar. Deməli, 2 və 1 necə bucaqlar oldu? Daxili bir tərəfli. Cəmləri 180 dərəcədir. O zaman 1K üzərinə gəl 4K bərabər 180-ə. 2 ilə 1-in cəmi yəni. Eləyəcək 5K bərabər 180-ə. K da bərabər 180-ə 5-ə böləndə 36. K-nı tapdıq 36 dərəcə. Yəni buradakı bucaq. Bucaq 1 bərabər bucaq 3-ə. O da bərabərdir. Bucaq 1-i nə ilə işarət etmişdim? 4K ilə. 4 vurulsun 36. Bu da eləyəcək 144 dərəcə. 7-də olacaq cavabımız B bəndi. Keçək 8-ə. 8-də də yenə eyni tipli sualdır. 3 buradadır, 1 buradadır, 2 buradadır. 1 və 2-nin dərəcə ölçü nisbəti 3, 1-dir. Yəni 3K üzərinə gəl 1K bərabər 180-ə. 4K bərabər 180-ə. K da bərabər 180-ə 4-ə böləndə 45 dərəcə. Bucaq 3 istəyir bizdən. Bucaq 1 ilə də bucaq 3 bir-birinə bərabərdirlər. Bucaq 1-i də necə götürmüşük? 3K götürmüşük. 45-i də vururam 3-ə. 35-im 15, 135 dərəcə olacaq. 135, 8-də olacaq cavabımız C bəndi. 9-cu suala baxaq. Belə bir şəkil verib bizə. C, A, bura B, beta, alfa. A və B bir-birinə paraleldirlər. AC 31-dir. Baxın, bu da 60-dır, bu da 60-dır. Deməli, ortadakı da 60-dır ki, cəmləri 180 olsun. Bu üç bucaq bərabər tərəflidir. Bu 31-dirsə, bunun bütün tərəfləri 31-dir. Bizə deyir ki, AB-nin, bax bu xəttin, B düz xətti üzərində proyeksiyasını tapın. Həmin o proyeksiyanı tapmaq üçün biz A nöqtəsindən B düz xəttinə perpendikulyar endirməliyik. Bax, perpendikulyar endirdik. Perpendikulyar endirdiksə, bunlar hər ikisi 90 dərəcə olur. 60-ı biraz küncdə yazsaq, bura 60 idi. Buranı 90 eləyək. Düz bucaqlı 3 bucaq əmələ gəldi. Bu da olur 30 dərəcə. Buranı da H deyək, perpendikulyar endirdiyimizə görə. 90-ın qarşısı 31-dirsə, bizdən proyeksiyanı istəyir. Proyeksiya da deməli, BH-a bərabərdir. BH. O da bərabər olacaq 31-in yarısına. Yəni 15.5 cm. Çünki 90-ın qarşısı var 31. 30-un qarşısını tapmaq üçün bilirik də 90-ın qarşısındakı olan ədədi 2-yə bölmək lazımdır. O da eləyəcək 15.5. 9-cu sualda olacaq cavabımız A bəndi. 10-cu suala baxaq. Şəkli çəkək. M, K, P, E, bu da N. Deyir ki, MPN bucağının tənbirəni, MPN bucağının tənbirəni PK-dır. Burada alfadır. Burada alfadır. Bura 48 dərəcədir. O zaman 180-dən çıxaram 48-i bölərəm 2-yə. 2 alfaların qiymətini tapmaq üçün. 180-dən 48 çıxanda 132 edir. 2-yə böləndə 66. Burada oldu 66. Burada oldu 66. MKP. MKP çıxılsın. Bucaq KMP. MKP. Bax, buradakı bucaqdır. Buradakı bucaqda çarpazı nədir? 66. Burada olur 66 dərəcə. Çıxılsın KMP. KMP. Buradakı bucaq. Bunda çarpazı hansıdır? 48. Deməli, 66-dan 48-ə çıxmaq lazımdır. Bu da eləyəcək 18 dərəcə. 10-cu sualda cavabımız 18 olacaq. Uyğun gələcək C bəndinə. Keçək 11-ə. 11-in çalışma düsturdur. Bəzi düsturlara görə əzbərləyək ki, məsələləri daha tez həll edə bilək. Burada biz x-i tapmaq üçün, yəni eynən bu formada olan şəkillərdə 7-ci sinifə aiddir, səhv etmirəmsə bu düsturlar, 7-ci sinif həndəsəsinə. 110 və 140-ı toplamalıyıq, həmin o cəmdən çıxmalıyıq 180-i. Yəni bu içəridəki bucağı tapmaq üçün həmişə belə eləyəcək. 110-dan 140-ı toplayanda eləyir 250, 250-dən də 180 çıxanda eləyəcək 70 dərəcə. 11-də olacaq cavabımız D bəndi.
12-yə baxaq. 12 də yenə bu düsturla hesablanacaq. X-i tapmaq üçün, yəni içəridəki o bucağı tapmaq üçün 150 ilə 130-u toplayaram, çıxaram. Deməli 180-i. Yəni bu şərtlər mütləq verilməlidir ya. D1 D2-yə paralel olmalıdır. Olmasa bu düstur ödənməz. 280 çıxılsın 180. Cavabımız eləyəcək 100 dərəcə. 12-də olacaq B bəndi. 13-cü sualda düsturdur. Burada deməli içəridə əmələ gələn bucaqların cəmi çöldə əmələ gələn bucaqların cəminə bərabərdir. Bu formada yadınızda saxladırsınız. Baxın, çöldə əmələ gələn bucaq hansıdır? Bir dənə x əmələ gəlir. İçəridə əmələ gələn bucaqlar 25 ilə 30-dur. Deməli, x bərabərdir 25 ilə 30-un cəminə. Bu da eləyəcək 55 dərəcə. 13-də olacaq C bəndə. Keçək 14-də. 14-də də yenə həmin qayda ilə götürürük. İçəridə əmələ gələn bucaqların cəmi çöldə əmələ gələn bucaqların cəminə bərabərdir deyirik. Yəni burada baxın bu formada şəkil olduqda. X çöldəki bucaqdır. 25 ilə 35 içəridəki bucaqlardır. 35 üzərinə gəlir 25. Toplayanda da bizə verəcək 60 dərəcə. 14-də olacaq cavabımız A bəndi. Keçək 15-ə. 15-ci sualda bizə D bucağı verib 140 dərəcə, B bucağı da verib 70 dərəcə və D1 D2-yə paraleldir. Əslində 15-ci sualda sırf düsturdur. Bu düsturla həll etmək üçün necə yazırıq? Deməli, X bucağını tapmaq üçün D1 D2-yə mütləq paralel olmalıdır. X bucağını tapmaq üçün çöldə olan bucaqdan 140-dan çıxıram içəridə olan bucağa 70 dərəcəni. Bərabər 140-dan 70 çıxanda cavabımız 70 verəcək. 15-də olacaq cavabımız E bəndi. Əgər bu düsturla yazmaq istəmirsinizsə, 15-i bir dənə sizə göstərim ki, düstur olmadan da paralelliyə görə necə yaza bilərik. Yəni, düstur tutaq ki, yadımızdan çıxdı. Necə yaza bilərik? Baxın, bura verib 70, bura x-dır, burada 140 dərəcədir. Buradan, bu xətti, bura 70. Buradan deyir ki, D1 D2-yə paraleldir. D1 ilə D2-nin paralelliyini uzadıram. Uzatdıq. Bura 140-dırsa, açıq bucaq əmələ gəlir də burada. Deməli, bu hissəsi 40-dır. Bura 70-dirsə, bunu kəsəndə, axı, bax, bu D1 ilə D2 paraleldir, bu xəttə onu kəsəndə. Bura 70-dir, 70-in çarpazı burada 70-dir. 70-in qarşılıqlısı burada 70-dir. İndi 3 bucaq alındı içəridə. X-i tapmaq üçün neyini yərəm? 180-dən çıxaram 70 və 40-ın cəmini. 70 ilə 40-ın cəmi 110 eləyir, çıxanda da 70 eləyir. Elə gətirdi bizim cavabımızı verdi. İstərsiniz düsturu əzbərləyin, düsturla yazın, istərsinizsə də bu qayda ilə, yəni paralel düz xəttlərin xassəsinə istifadə etməklə də yazmaq olar. 16-ya keçək. 16-da da yenə də x-i tapmaq üçün D1 D2-yə paraleldirsə 120-dən çıxıram 75-i daha qısa yolla həll etmək üçün bu düsturdan istifadə edirik. Cavabımız eləyir 45 və uyğun gəlir D bəndinə. Keçək 17-ci suala. Belə bir şəkil verib bizə. Əslində yuxarıdakı şəkillə eynidir. Yuxarıdakı yox, üzürlü sayın. Baxın buradakı 11 və 12 çalışma ilə eynidir. Sadəcə olaraq tərs formada çəkiblər. Və burada bir dənə bizə belə xət verib. Təm böləndir o da. C, D, B, bu da E. Düz xəttdir. İndi baxaq ki, burada hansılar bir-birinə paraleldir. Təm böləndirsə bura alfa, burada alfa olur. Bunu bildik. Bucaq B 50 dərəcədir. Bura 50 dərəcədir. AF, baxın bu. AF ilə CD paraleldir. Bunlar bir-birinə paraleldilər. AE ilə də BC paraleldir. Bunlar bir-birlərinə paraleldilər. Burada sizə daha asan bir yol göstərəcəm. Əgər paralelləri qeyd etdiksə, baxın, bu paralellə, bundan bu bir-birinə paraleldir də. Bax, bunları qırmızı ilə işarə edirəm ki, görəsiniz. Əgər Z tərəfinə bax, məsələn, sınıq xətt də deyirlər, ziqzaq da deyirlər, əmələ gəlirsə, paralellik olan yerdə, paralellik olan yerdə, başqa şərtlə yox. Çünki burada BC ilə AE bir-birinə paraleldir. Gördünüz Z tərəfini və yaxud da sınıq xətti və yaxud da ziqzaqı gördünüz. O zaman burada 2 dənə bucaq bir-birinə bərabər olacaq. 50, əmələ gələn digər bucaq hansıdır? Alfa idi da. Deməli, bu da olacaq 50 dərəcə.
O zaman bu da 50-dir. Bunları tapdıq. Digər tərəfdən də biz nə edirik? Paralelləri uzadaq. Baxın, bunu uzadıram. Bu paraleli də uzadıram. Paralelləri bizim uzatmağa ixtiyarımız var, düzdür? Bu iki paraleli kəsən xətt, bax bu xəttdir. Bax, bu iki paraleli. Kəsən xətt bu xəttdir. Burada əgər alfa 100 dərəcə əmələ gəlibsə, baxın bu bucaq 100 dərəcə əmələ gəlibsə, bunun çarpazı burada 100 dərəcə olacaq. Başa düşdünüz buranı? 100 dərəcə oldu. İndi bura isə 180-dən çıxıram 100-ü. Burada olur 80 dərəcə. Çünki ikisi bir-birinə qonşu bucaqdır. Bizdən hansı bucaq istəyir? Bax, bu bucaq istəyir, düzdür? Bu bucaqda 3 bucağın, bu 3 bucağın xarici bucaqdır. Yəni 50 ilə 80-in cəmini tapmalıyım. Xarici bucağın xəssəsinə görə. Cavabımız olacaq 130 dərəcə. Bu da nəyə bərabərdir? Bucaq B, C, D-yə. 130 uyğun gələcək 17-də olacaq B bəndi. Keçək 18-ə. 18-də verilən şəkli çəkirik. Belə bir xət verib bizə. Belə və buradan da belə. Bunlar bir-birinə paralel olmalıdırlar. AK ilə CL bir-birinə paraleldir. Bax, bunlar bir-birinə paraleldirlər. Bura 9x-dır. Bura 156-dır. Burada 3x-dır. Bizdən BAK bucağını istəyir. Bax, bu içərdəki bucağı istəyir. Bu bucağı istəyir. Bunu qırmızı ilə işarəliyim ki, daha aydın görəsiniz. Bu bucağı istəyir. Biz nə edirik? Burada paralel xəttləri uzadaq. Baxın, bunu uzadaq. Bunu da uzadaq. Paralel xəttləri uzatdıq. 3x qarşılıqlısı da 3x-dır. Bu paralel xəttləri kəsən, bax bu xəttdir. Bu mavi xəttdir. Bu 3x-dırsa bunun çarpazı burada 3x-dır. 9x-dırsa bu qarşılıqlısı da 9x-dır. Bu üç bucağa diqqət eləyək. Bu üç bucağa diqqət eləyək. 3x, 9x və onlara qonşu olmayan deməli xarici bucaq var 150. 3x-la da 9x toplayıram 150. 12x bərabərdir 150. X da bərabər 150-ni bölürəm. Deməli 12-yə. Cavabımız eləyəcək. Burada 156 deyək. Mən 150 nə yazmışam? 156. Eləyəcək 13. Deyirəm, baxın, niyə cavab düzgən gəlmirdi? X oldu 13 dərəcə. Bizdən hansı bucağı istəyirdi? Bizdən bax, buradakı bucağı istəyirdi, bu bucağı istəyirdi. Bu bucağı tapmaq üçün 9x ilə buradakı bucaq, yəni BAK bucağı. 9x və BAK bucağı qonşudur. Qonşudur. O zaman biz 180-dən çıxarıq 9x-ı ki, BAK-nı tapaq. 180 çıxılsın 9 vurulsun 13. 180 çıx 117. Bu da eləyəcək 63 dərəcə. Cavabımız oldu 63. Uyğun gələcək D bəndinə. Keçək 19-a. 19 da oxşar tipli sualdır. Verilən şəkli çəkək. Bura 8x-dır. Bura 4x-dır. Burada 132-dir. Bunlar bir-birinə paraleldirlər. Bu xəttləri uzadaq. Uzatdıq. Bu mavi xəttdə bu iki paralel kəsəndir. O zaman burada 4x olur qarşılıqlı bucaqların xəssəsinə görə. 4x-in çarpazı burada 4x olur. 8x-in qarşılıqlısı burada 8x olur. 4x ilə 8x-in cəmi nəyə bərabər olacaq? Biz bunu yaxınlaşdırım ki, aydın görəsiniz. 4x ilə 8x-in cəmi 132-yə bərabər olacaq. Bax, burada yaranan 3 bucağa görə. 8x üzərinə gəlirik. 4x bərabərdir 132-yə. 12x bərabər 132-yə. X da bərabərdir 11 dərəcəyə. X 11 tapdıq. Bizdən hansı bucaq istəyirdi? BCL istəyirdi. BCL. Bax, buradakı bucağı istəyirdi bizdən. Bu bucağı istəyir. Bu bucağı tapmaq üçün da, buradakı bucağı tapmaq üçün də 180-dən çıxaram 4x-i. 180 çıxılsın 4 vur 11. 180 çıxılsın 44. Bu da eləyəcək 136 dərəcə. Bu da hansı bucaq idi? Bucaq BCL-in qiyməti idi.
19'u da bitirdik. Keçək 20-ci məsələyə. 20-də şəklimizi çəkək. Bunlar paralel olmalıdırlar bir-birlərinə və belə bir xət verib. Bura 160'dır, bura 40'dır. AB ilə EF bir-birinə paraleldirlər. Baxın, bunlar bir-birinə paraleldirlər. Bunları əgər uzatsaq biz, bunları uzatsaq, deməli, bu xət onu kəsən oldu. Bura 160'dırsa, bunun çarpazı burada 160 dərəcə olacaq. 160'a qonşu olan bucaq bura 20 dərəcə olacaq. Bizdən hansı bucaq istəyir? B, A, C. Şəkilə görə baxırıq ki, buradakı bucağı istəyir. Bax, bu bucağı istəyir. Bu bucağı tapmaq üçün də 20 ilə 40'ı təbii ki, toplamalıyam. Çünki bu yaranan burada 3 bucaqdan görürəm ki, xarici bucaqdır. Xarici bucaqda ona qonşu olmayan 2 daxilinin cəminə bərabərdir. Olacaq 60 dərəcə. Yazırıq ki, bucaq BAC bərabərdir 60 dərəcə. Uyğun gələcək 20'də cavabımız deməli D bəndinə. 21-ci suala baxaq. Belə bir şəkil çəkiblər. Deməli, burada A ilə B C-nindir. 4 dənə bir-birindən paralelliyi var. 4 dənə əgər bir-birindən paralelliyi varsa, eyni şəkli mən bura çəkəcəm. Və oradan görəcəksiniz ki, bu paralellilərə görə hansı bucaqlar bir-birinə bərabər alınırlar. Belə bir şeydir. Şəklimiz. Buraya əgər 2x-dırsa, deməli, bunun çarpazı burada 2x olur. Xətləri uzatmağa ehtiyac yoxdur, çünki uzadanda şəkil biraz qarışacaq. Amma bu 4 xəttin bir-birinə paralel olmasına görə ki, 2x burada 2x olmalıdır. O zaman burada 2x-dir. Baxın, buradakı bucaq 60 veribsə, açıq bucağa görə buradakı bucaq 120'dir. Həmçinin burada 120'dir. Burada 3y qalsın yerində. Digər tərəfdən biz həm də alırıq ki, 3y da 2x-a bərabər olacaq. Çünki burada da çarpazlıq var. İndi biz, baxın, bu şəklə baxaq. Bu şəklə. Bu şəkilə görə bu iki xət bir-birinə paraleldirsə, 2x 120 və 2x-in cəmi bizə nə verməlidir? 360. Bu düsturdur. Həm də burada paralellik olduğuna görə. 4x bərabər 240-a, x də bərabər 240'ı 4'ə böləndə 60. Digər tərəfdən o şəkildən sol tərəfdə də var. Baxın. Görürsünüz burada. Burada da 2x 120 və 3y-in cəmi bərabər yenə 360'a. X-in yerinə 60 qoysam, 2'ni 60'a vuranda 120. Üzərinə gəl, 120, üzərinə gəl. 3y bərabər 360'a. 3y bərabərdir. 360'dan çıxanda bunların cəmi 240 eləyər. Çıxanda bizə verəcək 120. Y də bərabər 120'ni böləndə 3'ə 40 dərəcə. Bizdən 3x üstəgəl 2y istəyirdi. 3 vur 60 üzərinə gəlsin. 2 vur 40'ı tapırıq. 3'ü 60'a vuranda 180, üzərinə 2'ni 40'a vuranda 80. Toplayanda cavabımız eləyəcək 260. 260 da 21'də uyğun gəlir D bəndinə. Keçək 22-ci suala. 22-ci sualda buna oxşar tipli sualdır. Burada da baxın yenə də yuxarıdakı şəkil kimidir, amma paralellər biraz aşağı formada əyilmiş kimi çəkilib. Nə edirik burada? 4x üzərinə gəl y, 7x çıxılsın 3y. Bunları toplayırıq və buradakı, baxın bu küncdəki bucaqlara bir dənə beta bucağı deyirik. Beta üstəgəl 4x çıx y üzərinə gəl 7x çıx 3y bərabər cəm bizə nə verəcək? 360 yuxarıda şəkildə olduğu kimi. Deməli, buradakı bucağı biz beta götürdük. Şəkli çəkmirəm. 4x-dən x toplayanda 11x, mənfi y çıxılsın 3y, mənfi 4y. Üstə gəl beta bərabər 360'a. Beta da bərabərdir 360. Bunları keçirdirəm sola. Çıx 11x üstə gəl 4y. Bunu saxlatdıq burada.
Digər tərəfdən burada 3x üstə gəlsin 2y üzərinə gəl. Alfa. Alfanın qiyməti neçə veriblər bizə? 2x üstə gəlsin 3y veriblər. Alfanın yerinə yazaq. 2x üstə gəl 3y üstə gəl. Bu bucaqla bu bucaq bir-birinə bərabərdirlər. Bura betadır. Beta ilə işarə etdiksə buranı da beta ilə işarə edirik. Çünki qarşılıqlı bucaqlardır. Bərabərdir 360-a. 2x ilə 2x toplayıram 5x. Y ilə 3y toplayıram 5y. Üstə gəl beta bərabərdir 360-a. Buradan betanı tapsaq 360 çıxılsın 5x çıxılsın 5y verər. Baxın, buradakı beta və buradakı betanı bir-birinə bərabərləşdirək, həll edək. 360 çıx 11x üzərinə gəl. 4y-dir. 4y bərabərdir. 360 çıxılsın 5x çıxılsın 5y. 360'lar getdi islah. X-ları bir tərəfə, y-ları bir tərəfə yıxsaq, buradan alarıq ki 6x bərabər 9y-a. Daha sonra 6 və 9-u da 3-ə ixtisar apararıq. 2x bərabərdir 3y olar. Şimdi biz buradan x-i y-la əvəzləyə bilərik. X-i gəlin əvəzləyək. X nəyə bərabər olacaq? 3-ü böləndə 2, 1,5y-a. Digər tərəfdən də məsələnin şərtində bizə vermişdi ki, alfa 90-dan böyükdür. Alfa böyükdür 90-dan. Alfanın da yerinə nə yazıblar? 2x üstə gəl 3y yazıblar. Yəni 2x üstə gəlsin 3y böyükdür 90-dan. X-in yerinə yazıram 1,5y. 1,5-i vururam 2 edir 3y üstə gəlsin 3y böyükdür 90-dan. Bunları toplayanda bizə verəcək 6y böyükdür 90-dan. Y də böyükdür 96-ya böləndə 15. Y elə bir ədəddir ki, 15-dən böyükdür və bizə x, y-in cəminin ən kiçik qiymətini istəyir. Həm də bunlar naturaldırlar. Naturaldırlarsa y-a gəlin ən kiçik qiymət 16 verək. X o zaman nə olacaq? 1,5 vurulsun 16. Cavab bizə verəcək 24. Deməli, ən kiçik qiymətləri bunlar olacaq. Çünki 15-dən böyükdür, 15-dən sonsuzluğa doğru gedər də bunun qiymətləri. X, y-in ən kiçik qiyməti olacaq 16 üzərinə gəl 24. Bu da eləyəcək 40. Ən kiçik qiyməti olacaq 22-də. X, y-in cəminin ən kiçik qiyməti 40 olacaq. Baxaq görək 40 hansı bəndə uyğun gəlir? B bəndinə. Keçək 23-ə. Bizə belə bir şəkil verib. B, A, D, E, M, buradan da bir dənə C. ABC 110 dərəcədir. ABC. Bura 110 dərəcədir. ADE. Burada 130 dərəcədir. Deməli, mən BAD bucağını tapa bilərəm. Bucaq BAD bərabərdir. Bu üçünün cəmi A, B və D bucağının cəmi 360 dərəcədir. Bunu bilirik. O zaman BAD bucağını tapmaq üçün 360-dan çıxaram 110 və 130-un cəmini. Bunu toplayanda bizə verir 240, çıxanda da eləyəcək 120 dərəcə. Bu bütün bucaq oldu 120. Bizdən ACM istəyir. A, C, M bucağını istəyir. Bax, buranı istəyir. Və həmçinin AC-də tənböləndir. Tənböləndirsə, bütövi 120 tapmışaq, yarısı olacaq 60, bu da 60 olacaq. Baxın, üçbucağın xarici bucağının xassəsinə görə buradakı çöldəki bucaq ona qonşu olunan iki daxilin cəminə bərabərdir. Yəni 110 ilə 60-ın cəminə bərabərdir. Eləyəcək 170 dərəcə. Yazırıq ki, bucaq ACM bərabərdir 170 dərəcə. Hesablamasını da buradan yazdıq. 23-də olacaq. 23 artıq açıq sualımızdır. Cavabı 170 olaraq qeyd edirsiniz. Keçək 24-də. 24-də də yenə eyni tipli çalışmadır. Eyni şəkli çəkirik. Bizə bura B, A, C, bura K'dır, DM, DM. ABC 120 dərəcədir. ABC. Bura 120 dərəcədir. ADM. ADM. Burada 140 dərəcədir. Biz burada BAD bucağını tapa bilərik. Bucaq
BAD bərabərdir. Bu üçünün cəmi bilirik ki, 360 dərəcədir. 360-dan çıxarıq 120 və 140-ın cəmini. 360 çıxılsın. Bunları toplayanda 260 eləyir. Çıxanda da 100. Və həmçinin AC tənböləndir. Bucağın tənbölənidir. O zaman burada 50 olur, burada 50 olur. Bizdən soruşulan bu bucağı tapmaq üçün biz nə edirik? Üçbucağın xarici bucağı da ABC üçbucağının xarici bucağıdır. Xarici bucaq onun qonşu olmayan iki daxilinin cəminə bərabərdir. Bucaq olacaq 50 və 120-nin cəmi 170. Yazırıq ki, bucaq ACK bərabərdir 170 dərəcə. Bu da oldu. Deməli, 24-cü məsələnin həlli. Keçək 25-ə. 25-də görə nə deyir? İki paralel düz xəttin kəsənlə onları kəsən düz xəttin, iki paralel düz xəttin onları kəsən düz xəttin əmələ gətirdiyi daxili bir tərəfli bucaqlardan biri 108 dərəcədir. İki paralel düz xət çəkdik. Onları kəsən düz xət çəkdik. 108 deyirsə, yəqin ki 108-i biz bu tərəf götürməliydik. Bu tərəf olacaq 108 dərəcə. Çünki kör bucaqdır. Deyir, bu bucağın tənböləni. Bax, söhbət bundan gedir. Bunun tənböləni ikinci paralel düz xəttin əmələ gətirdiyi tənböləni ilə ikinci paralel düz xəttin əmələ gətirdiyi böyük bucağın dərəcə ölçüsünü tapın. Buradan bir dənə özümüz tənböləni çəkirik. Çəkdik tənböləni. Tənbölən bilir ki, bucağı yarı bölür. Bu bütöv 108 idi. Düzdür, 108-in yarısı nə qədər olacaq? 54, 54. 108-in yarıya böldüm. 54, 54. İndi deməli, bu tənbölən həm də kəsən sayılır da. Bu paralel düz xətləri kəsən sayılır. Bura 54-dürsə, bunun çarpazı burada 54 olacaq. Bizdən nəyi soruşur? Böyük bucağı soruşur. Bura 54-dürsə, deməli biz bu böyük bucağı tapmaq üçün, bax bu bucağı soruşur bizdən buranı. 180-dən çıxarıq 54-dür. Çünki bunlar bir-birinə qonşu bucaqdılar. Cavabımız nə qədər eləyəcək? 126 dərəcə eləyəcək. 25-də olacağımız 126 dərəcə. Buradakı bucağı tapdıq. 26-da. Yenə eyni tipli sualdır. İki paralel düz xətdir. Çəkdik, paralel düz xətdir. Onları kəsən düz xəttin əmələ gətirdi. Daxili bir tərəfli bucaqlardan biri 112 dərəcədir. Çəkək belə. 112-ni burada çəkək. Yəni, belə də çəkə bilərdik, bu formada da çəkə bilərdik. Birincini bu formada çəkdim, ikincini belə çəkək. Bu bucağın tənböləni ilə ikinci paralel düz xəttin əmələ gətirdi, böyük bucağı tapın. Buradan bir dənə tənbölən çəkirik. Bax, bu bizim tənbölənimiz oldu. Bu tənbölən həmçinin də bu paralel düz xətlərin bir kəsəni sayılır. Tənbölən 112 dərəcəli bucağı yarı bölür. 112-ni yarı böləndə 56 bura qalır, 56 bura qalır. Burada artıq çarpazlıq əmələ gəlir. Baxın, bunun 56-nın çarpazı burada bu bucağa düşür. Burada olur 56. Bizdən böyük bucağı, bax bu hissəni soruşur bizdən. Bu hissəni soruşur. Biz bu hissəni tapmaq üçün nə edəcəyik? Qonşu bucaqlardakı 180-dən çıxacaq 56-nı. 180-ni çıxırıq 56, bu da bizə verəcək 124 dərəcə. Cavabımız olacaq 124. Buradakı bucağı tapmaq üçün. Keçək 27-ci suala. Digər səhifədədir. Verilən şəkli çəkək. Bura 42 dərəcə verib bizə. MPN MK. MPN bucağının tənböləni PK-dır. O zaman bunlar ikisi bir-birinə bərabərdir. Alfadır, bu da alfadır. Və burada PK həm də kəsəndə axı, bunlar paralel olduqlarına görə. 42-dirsə onun çarpazı burada 42 olur. O zaman bu alfada 42 olur. Bunları tapdıq 42. İndi bizdən bucaq MP'ni istəyir. MPE ilə NPK-nın fərqi.
P, E bucağı. Baxın, buradakı bucaqdan. Buradakı bucağı biz tapmaq üçün nə edirik? İkisi var da, 42, 42 ikisi var. 180-dən çıxarıq. 180-dən çıxarıq. 2.42-nin cəmi. 2.42 deyilir 84. Çıxanda bizə nə verəcək? 96 verəcək. Buradakı bucağı tapdıq 96-dır. Deməli, 96 çıxılsın. MPK. NPK. MPK da budur, 42. Çıxanda da cavab nə qalacaq? 54 dərəcə. 27-də oldu cavabımız 54. Keçək 28-ci suala. Yenə şəkli çəkək. %90 dərəcədir bu. D verib, B verib. ABC 3 dənə, bunlar üç bir-birinə paraleldirlər. Burada A var, M var, M var. KAD. KAD. Bax, bu bucaq. KD bucağı. Deyir 60 dərəcədir. Bura 60-dırsa, bu 90 yuxarısa 90 olmalıdır. Deməli, burada qalan hissə 30-a bərabər olacaq. İki cəmləri 90 olsun. Bura 90-dırsa, burada 10 zaman olacaq 60 dərəcə. Ki, düz bucaqlı üç bucaq olduğunu bildik. N-dən D-yə qədər məsafə 7-dir. Bax, bura 7-dir. B-dən D-yə qədər məsafə də 7,5-dir. 30-un qarşısı 7,5-dirsə, 90-ın qarşısı, yəni DA, bərabər olur 7,5-i vururuq 2-yə. Eləyəcək 15. DA 15-dir bütövü. Baxın, D-dən A-ya qədər məsafə yazıram 15-dir. İndi üç bucağın oxşarlığından istifadə edək. Böyük üç bucağın yan tərəfi, yəni 15-in, kiçik üç bucağın yan tərəfi, NA-ya nə qədər düşər? NA bərabərdir 15 çıxılsın 7, 8. Bura 8 qalacaq. Kiçik üç bucağın yan tərəfinə 8-ə nisbəti. Böyük üç bucağın oturacağının, yəni 7,5-in, kiçik üç bucağın oturacağına M-ə nisbəti. Üç bucağın oxşarlıqlarından istifadə elədik. İndi burada M-i tapmaq üçün 8-i vururuq 7,5-ə, bölürük 15-ə. Bunu vuranda 60 eləyər. 60 bölü 15. Cavabımız eləyəcək 4. 28-dən olacaq 4. Keçək 29-cu suala. 29-da belə bir şəkil verib bizə. Şəkli çəkək. Buradan. Bu 10 dərəcədir. Bura alfadır. Bura alfadırsa, burada olur alfa. 10 və alfa var. Bu üç bucağın xarici bucağının xassəsinə görə. Bax, üç bucağın, burada yaranan bu üç bucağın xarici bucağı bu bucaqdır. Bunun dərəcə ölçüsü nə qədər olacaq? 10 ilə alfanın cəminə. Bunu bildik. İndi bu paralel xəttləri uzatsaq əgər, bura 80 dərəcə aldıq. 80-in qarşılıqlısı burada 80-dir. Və burada biz hansı şəkli görürük? Nə yarandı burada? Bunlar ikisi paralel olduğuna görə 10 üstə gəlsin alfa ilə 80 çarpazdılar. Çarpazlar da bir-birinə bərabərdir. Alfa bərabər 80 çıxılsın 10. Cavabımız eləyəcək 70 dərəcə. 29-da oldu 70. Keçək 30-cu suala. 30-da görək nə deyir. 30-cu sual əslində asan tipli sualdır. Bu üçünün cəmi A və B bir-birinə paralel olanda üçünün cəmi 360-dır. X-i taparkən biz 360-dan çıxmalıyıq verilən bucaqların cəmi. 360 çıxılsın, ikisini toplayanda 280. Bu da eləyir 80 dərəcə. 31-də bundandır. Üçünün cəmi bizə verməlidir 360. Buradakı X-i tapmaq üçün yenə də verilən bucaqların 360-dan verilən bucaqların cəmini çıxıram. 60 ilə 160 toplayanda eləyəcək 220. Çıxanda da bizə verəcək 140 dərəcə. Bunu da həll etdik. Keçək 32-yə. 32-də belə bir şəkil verib bizə. Şəkli çəkək. Yəni burada paralellik var və bura 40 dərəcədir.
Burada 150 dərəcədir. Deyir ki, B, A, C, E, F, burada D. A, B bunlar bir-birinə paralel olduqlarını bildik. Bunların bir-birinə paralel olduğunu. B, A, C-ni tapın. B, A, C. Bizdən bu bucağı istəyir tapmağımızı. Bunu nə edirik? Paralelləri uzadaq burada. Bunu da uzatdıq. Bu paraleli də uzatdıq ki, aydın görək. Paraleli uzatdıq. Bura 150 dərəcədirsə, bunun çarpazı burada 150 dərəcə olur. Bu 150-dirsə, bunun qoyuntusu bura nə qədər olacaq? 30 dərəcə. Üçbucağın xarici bucaq xəstəsinə görə bu üçbucağın, bax bu bucaq xarici bucaqdır, bizdən soruşulan bucaq. Xarici bucaq ona qonşu olmayanın iki daxilinin cəminə bərabərdir. 30 ilə 40-ı toplayanda da eləyəcək 70 dərəcə. Yəni bizdən soruşulan BAC bərabər olacaq 70 dərəcəyə. Keçək 33-ə. 33-də görək nə deyir? A B-yə paraleldir. A ilə B. D-də C-yə paraleldir. Alfanın dərəcə ölçüsünü deyir tapın. Alfanın dərəcə ölçüsünü. Burada baxaq. A B-yə paraleldirsə, deməli 6x üstə gəlsin. 5y üstə gəl 18. Bu çöldəki bucaqdır. Bərabərdir. Yəni çöldə yaranan bucaqlar belə demişdik də, asant dillə. İçəridə yaranan bucaqların cəminə bərabərdir. İçəridəki olan bucaqlar da 4x üstə gəlsin 2y-dir. Və 5x üstə gəlsin 3y-dir. 5x üzərinə 6x üzərinə gəl 5y üzərinə gəl 18 bərabərdir. 4x ilə 5x toplayıram. 9x üzərinə gəl 2 ilə də bunu toplayıram 5y. Bunlar getdi islah. 9-dan çıxaram 3-ü 6-nı 3x bərabər 18, x bərabərdir 6-ya. X-in 6 olduğunu tapdıq. Digər tərəfdən də biz, baxın burada ziqzaq əmələ gəlir. Baxın, paralel xəttlər arasında. Bax, bu hissədə. Bir də üstündən keçirəm. Bax, bu və bu. Ziqzaq əmələ gələndə nə edirik? Yaranan bucaqları bir-birinə bərabərləşdirirdik. 5x üstə gəlsin 3y-dan, deməli 2x üstə gəl 6y bir-birinə bərabərdirlər. Həm də bunlar nə sayılırlar? Çarpaz bucaqlar sayılır da paralelliyə görə. Həm paralelliyə görə, həm də ziqzaq qaydasından deyə bilərsiniz ki, bunlar bir-birinə bərabərdirlər. Yəni 5x üstə gəl 3y bərabərdir 2x üstə gəl 6y. 5-dən çıxaram 2-ni 3x, 6-dan çıxaram 3-ü 3y. 3-lər getdi, x bərabər y. Deməli, x y-a bərabərdir. X-in qiymətini 6 tapmışam axı. O zaman y-in qiyməti də 6-ya bərabər olacaq. İndi bizdən alfa bucağını istəyir. Alfanı istəyir tapmamızı. Alfanın qarşılıqlı bucağı haradır? Bax, bu hissədir. Şəklin üstünə göstərim sizə. Alfa, bax, buradır. Bunun çarpazı buradır. Alfa ilə 2x üstə gəlsin y necə bucaqlar oldu? Qarşılıqlı bucaqlar. O zaman alfanın qiyməti 2x üstə gəl 6y-a bərabərlər qarşılıqlı olduqlarına görə. X, y bir-birinə bərabərdir. Bunları elə bir dənə dəyişənlə əvəz etsəm, məsələn, x-dən əvəz etsəm 8x. X və y-in qiyməti 6-dır. X-in 6 qiymətini qoyuram yerinə 6, 8-im 48. Alfanın qiyməti nəyə bərabər olacaq? 48-ə bərabər olacaq. Keçək 34-cü suala. Baxaq 34-də görək nə deyir. Bu şəkli biz çəkək, alfa və beta arasındakı əlaqəni tapaq. Bura alfa deyirlər, yazıblar. Burada beta yazıblar. Alfanın qarşılıqlısı burada alfadır. Deməli, alfa və beta necə bucaqlar oldu? Bir tərəfli. Daxili bir tərəfli. Fərqi yoxdur. Daxili, xarici bir tərəfli fərqi yoxdur. Onsuz xassi olaraq ikisi də olanda cəmləri 180 dərəcə götürürük. O zaman birincisində. Alfa üzərinə gəl, beta bərabər 180 yazıram. Betanın yerinə nə yazacağım? 2 alfa. Alfa üzərinə gəl, 2 alfa bərabər 180-ə. 3 alfa bərabər 180-ə. Alfa bərabər 183-ə bürəndə 60. Alfa 60 oldu. Betanı taparkən də 2 vurulsun 60-dan, yəni 2 alfadan istifadə edirəm. Eləcək 120. Alfa 60, beta 120. Baxaq var. Alfanın 60 olduğu yoxdur, amma betanın 120 olduğu var. O zaman 1-ə götürəcək C bəndini. İkinciyə baxaq.
Yenə alfa yazıram. Beta cəmi 180. Betanın yerinə nə yazacağım bu səfər? Alfa üstə gəlsin 42 yazacağım betanın yerinə. Alfa üzərinə gəl 42 bərabər 180-ə. 2 alfa üzərinə gəl 42 bərabər 180-ə. Bütün ədlərini 2-yə bölsəm, alfa üzərinə gəl 21 bərabər 90-a. Alfa da bərabər 90-dan çıxanda 21 69. Alfanın 69 olduğu qiymət var B bəndi. Betanı da tapaq. Beta alfa üzərinə gəl 42-dir. Yəni 69 üzərinə gəl 42. Bu da eləyəcək 1, 111. 111 bu da var. Mən həm də buna E bəndini uyğun götürürəm. Üçüncüsündə alfa üzərinə gəl beta bərabər 180. Betanın yerinə nə yazacağım? 5 alfa yazacağım. 5 alfa bərabər 180-ə. 6 alfa bərabər 180-ə. Alfa da bərabərdir 30 dərəcə. Baxaq alfanın 30 dərəcə olduğu var, yoxdur. Betanı tapaq o zaman. Beta bərabərdir 5 alfadır. 5-i vururam 30-a 150. Beta 150 var. A bəndi. 34-də 1-ə C, 2-yə B, 3-ə isə A bəndi uyğun gəldi. Keçək 35-ci suala. 35-də əvvəl əlaqəni tapaq. Görək bunlar arasında. Əslində yuxarıdakı kimidir də, yuxarıdakı şəkildir. Baxın, alfa ilə betanın cəmi gələcək 180 dərəcə olacaq. Nəsə, şəkli çəkim göstərim. Ola bilsin, ancaq 35-dən başlayıbsınız baxmağa. Başa düşməyəcəksiniz nə deyirəm. Bura alfadırsa, bura da alfada qarşılıqlısa. Bu da betadır. Alfa ilə beta gördünüz necə oldu? Bir tərəfli bucaqlar. Daxili, təkcə bir tərəfli də yaza bilərsiniz. Daxili bir tərəfli də yaza bilərsiniz. Deməli, bir tərəfli bucaqlar olduqlarına görə cəmləri 180-dir. İndi birincini həll edirəm. Alfa üstə gəlsin, beta 180 yazdıq. Betanın yerinə nə yazacağım? 4 alfa. Alfa üstə gəl 4 alfa bərabər 180-ə. 5 alfa bərabər 180-ə. Alfa bərabər 180-ə bölürəm 5-ə 36. Alfa 36 oldu. İndi betanı tapaq. 4-ü vuraq 36-ya. Bu da edir 144 dərəcə. 1, 2, 3. Baxaq, alfa 36 var A bəndi. Beta 144 yoxdur. Ona görə onu götürə bilməyəcəm. İkincisinə baxaq. Betanın yerinə nə yazacağım? Alfa üstə gəl 44. Alfa üstə gəl beta bərabər 180-ə. Betanın yerinə alfa üstə gəl 44 yazacağım. 180. 2 alfa üzərinə gəl 44 bərabər 180-ə. Bütün ədlərini 2-yə bölürəm. Alfa üzərinə gəl 22 bərabər 90-a. Alfa bərabər 90-dan çıxıram 22-ni. 90-dan 22 çıxanda cavab bizə verəcək 68. Alfanı 68 tapdıq. Var E bəndi. Gəlin betanı tapaq. Betanı taparkən alfa ilə 44-ü toplamalıyam. 68 ilə 44-ü toplamalıyam. 2, 10, 112. 112 varmı? Var. O da var. D bəndi. İndi üçüncüsünə baxaq. Görək. Üçüncüsü də uyğunlaşacaq. Üçüncüsündə veriblər ki, beta 3 alfadır. Alfa üzərinə gəl, beta bərabər 180. Betanın yerinə 3 alfa yazacağım. Bərabər 180. 4 alfa 180-ə bərabərdir. Alfa bərabərdir 45-ə. Alfanın 45 yoxdur, amma betanı tapa bilərik. Beta 3 alfa idi. 3-ü vururam 45-ə 135 dərəcə. O var B bəndi. 35-də uyğun gəldi. 1-ə A, 2-yə E-dir. 3-ə isə B bəndi. Keçək 36-cı suala. 36-da görək nə deyir bizə? Baxın, burada A1 A2-yə paraleldir. Görürsünüz necə ziqzaq əmələ gəlir. Baxın, paralellər arasında. Demək, bura alfadırsa, bura da alfadır. Sonra burada da ziqzaq əmələ gəlib. Bura alfadırsa, bura da alfadır. Burada da ziqzaq var paralellər arasında. Bura alfadırsa, bura da alfadır. Bax, bunların hamısını yazdıq. İndi yazandan sonra biz necə hesablayacaq? 8 alfa və alfanın cəmini işıq düşürdü ya, tam görsənmir. Baxın, sözlə deyirəm, həm də sözlə qulaq asın. Burada da alfadır. Burada alfadır. Ziqzaq əmələ gəldiyinə görə və yaxud da deyirik ki, paralel xətlər arasında olan çarpazlığa görə də deyirik. Məsələn, bunun çarpazı budur. Bunun çarpazı buradır. Bu alfanın çarpazı da bu alfadır. Çarpazlığa görə də deyə bilərik və yaxud da sınıq xəttə görə də deyə bilərik. 8 alfa ilə alfanın cəmi bizə 360 verir. Çünki burada tam bucaq əmələ gəlir. O zaman 9 alfa bərabərdir 360-a.
Alfa bərabərdir 40 dərəcəyə. İkincisində alfa üzərinə gəl 5 alfa bərabər 360-a. 6 alfa bərabər 360-a. Alfa bərabərdir 60 dərəcəyə. Üçüncüsünü də yazaq. Üçüncüsündə də alfa üzərinə gəl 2 alfa bərabər 360-a. 3 alfa bərabər 360-a. Alfa bərabər 120 dərəcəyə. Görək hansı bəndlərə uyğun gəlirlər. Bir alfa 40, 1-də 40 B bəndi. 2-də 60 A bəndi. 3-də isə 120, bu da E bəndinə uyğun gəlir. 1-ə B, 2-yə A, 3-ə isə E bəndləri uyğun, E bəndi uyğun gəldi. Keçək 37-yə. Əslində 37 də elə bunun tiplə olan sualdır. Çarpaza görə bura alfadırsa, burada alfadır. Bu alfadırsa, burada alfadır. Sonra bura alfadırsa, çarpaza görə burada alfadır. Çünki bunlar paralel düz xətlər arasında qalan bucaqlardır. O zaman, bax, buradan xət deyirəm. 37-ni buradan yazacağım. Birincisində 9 alfa üzərinə gəl alfa bərabər 360-a. Çünki bunları toplayanda tam bucaq əmələ gəlir. 10 alfa bərabər 360-a. Alfa bərabərdir 36. 360-ı ona böldük. İkincisində alfa üzərinə gəl 4 alfa bərabər 360-a. 5 alfa bərabər 360-a. Alfa bərabər 360-ı 5-ə böləndə 72 dərəcə. Üçüncüsünü də yazaq. Alfa üzərinə gəl 1,5 alfa bərabər 360-a. 2,5 alfa bərabər 360-a. Alfa bərabər 360-a böləcək 2,5 eləyəcək 144 dərəcə. İndi baxaq, görək hansı bənd hansına uyğundur. 1, 2 və 3. 1-ə 36 A bəndi. 2-yə 72 E bəndi. 3-ə isə 144 C bəndi. 37-də 1-ə A, 2-yə E, 3-ə isə C bəndi uyğun gəldi. Keçək 38-ci suala. 38-də görək nə deyir? 38-də. Bax, bu şəklə əsasən, bura alfadırsa, bura da alfadır. Deməli, alfa və beta bir-birinə bərabər olacaqlar, çarpazdılar. Qammanı taparkən isə, bura betadırsa, burada beta olacaq. Baxın, sürüşdürmədən şəkli yaxınlaşdırım, göstərim sizə. Bax, burada alfadır. Alfa ilə beta gördünüz necə çarpaz oldular. Bura betadırsa, burada betadır. Amma beta ilə qamma necədirlər? Daxili bir tərəflidirlər. O zaman bir tərəfli olduqlarına görə qamma bərabərdir yazıram. 180 çıxılsın beta və yaxud da 180 çıxılsın alfa. İkisindən birini yazmaq olar. Çünki alfa ilə beta eynidir. İndi bizə verilən ədədlər digər səhifədədir. Oradan istifadə edib işləyək. Görək ki, necə alınacaq. Birincisində alfa 30-dursa, o zaman beta da 30-dur. Qamma nəyə bərabər olar? 180-dən çıxıram 30-a, 150 dərəcə. Bunu bildik. İndi uyğunlaşdırmaya baxaq. Görək necə uyğunlaşdıracaq. Alfadan betanı çıxıblar, 100 alıblar. 150-dən çıxanda 30-u, biz alfadan çıxaq, daha doğrusu qammadan çıxaq betanı. Qammadan çıxaq betanı. 150 çıxılsın 30, neçə verəcək? 120. C bəndi. Həmçinin qammadan çıxaq alfanı, bu da 150 çıxılsın 30-u da yenə. Bu da 120 verəcək. Həm də B bəndi. 1-ə B, C uyğun gəldi. İkincisində baxaq. Beta 40 dərəcədirsə, bu həm də alfaya bərabərdir. Alfa da 40-dır. Qamma isə nəyə bərabərdir? 180 çıxılsın 40-a, yəni 140 dərəcə. İndi biz qammadan çıxaq betanı, 140-dan çıxaq 40-ı, görək bizə nə verəcək? 100 dərəcə. O bu uyğun gəlir. Həmçinin alfa da çıxsaydı 100 olardı. Amma o alfanın çıxılıb 100 olduğu qiymət yoxdur. O zaman məcburi bir dənə təkcə betanı götürək. 2 uyğun gəldi A. Üçüncüsünə baxaq. Bu səfər bizə qamma 130 verib. O zaman alfa bərabər beta. Alfa ilə beta bir-birinə bərabərdirlər. Onun tapmasını 180-ə 130 çıxmalıyam. Bu da 50 dərəcə. İndi qammadan çıxaq alfanı 130-dan çıxaq 50-ni 80 dərəcə. Baxaq, 80 var, bəli var. Həmçinin burada da yenə də qammadan betanı çıxsaydıq da, yenə də hansı bucaq alınacaqdı? Yenə də 80 dərəcə alınacaqdı da, amma o yoxdur. Qammadan təkcə alfanın çıxılması var, betanın çıxılması yoxdur. Olmadığına görə məcbur birini götürək.
38-də 1-də oldu C-B, 2-yə A, 3-ə isə D bəndi uyğun gəldi. 39-cu suala baxaq. 39-da baxın, burada şəkil üzərində sizə göstərim. Bura alfadırsa, burada alfadır. Alfa ilə beta necə oldular? Çarpaz, daxili çarpaz. Deməli, alfa bərabərdir beta olacaq. Əgər bura betadırsa, burada betadır. Beta ilə qamma bir-birinə necə oldular? Daxili bir tərəfli. O zaman qammanı tapmaq üçün də 180-dən çıxmaq lazımdır betanı və yaxud da 180-dən çıxmaq lazımdır alfanı. İkisi də eyni cavab verəcək bizə. İndi gəlin başlayaq birdən. Əgər alfamız 110 dərəcədirsə, yazmışıq axı alfa bərabərdir beta, o zaman beta da 110 dərəcə olacaq. Qammanı taparkən isə 180-dən çıxmalıyam 110-u. Yəni qamma oldu 70 dərəcə. Burada bizə verilən ifadələr necədir? Betadan qammanı çıxıblar 40 alıblar. Baxaq. Betadan 110-dan çıxsaq 70-i bəli bizə verər. Beta çıxılsın qamma, 110 çıxılsın 70 bərabərdir 40 dərəcə bizə verər. O zaman yazaq 1-ə A bəndi. Həmçinin alfadan da qamma çıxanda 40 verər, amma olmadığına görə onu yazmırıq. İkincisinə keçək. Beta bərabər 120-dirsə, deməli alfa da 120-dir. Alfa da 120 olacaq, çünki alfa ilə betanın bərabər olmasını yazmışıq. Qamma isə bərabərdir 180 çıxılsın 120, bu da 60 dərəcədir. Qammanın qiymətini tapdıq. Alfa və betanın da qiyməti var. Bunlar 120-dir, bu isə 60-dır. A bəndinə yazmışıq. İndi baxaq. 60-dan 120-dən çıxaq 60-ı. Bizə nə verəcək? Elə 60 verəcək. Yəni alfa çıxılsın qamma bərabər 120 çıx 60, 60 verdi bizə. Bura yazıram B bəndini. Həmçinin betadan da qamma çıxanda, yəni 120-dən də 60 çıxanda yenə 60 verəcək bizə. Uyğun gələcək D bəndi həm də. İndi üçüncüsünə baxaq. Üçüncüsündə qamma bərabər 50 dərəcədir. Alfa, beta bir-birinə bərabər yazıram. 180-dən çıxıram 50-ni bunu tapmaq üçün. Çünki dedik axı beta ilə qamma bir-birinə daxili bir tərəfli bucaqlar əmələ gətirirlər. Bu oldu 130. İndi baxaq. 130-dan çıxaq 50-nə. 130-dan çıxanda 50-ni 80 var. E bəndi. Yəni beta çıxılsın qamma, 130 çıxılsın 50. Bu da bizə verəcək 80 dərəcə. 39-da oldu 1-ə A, 2-yə B, D, 3-ə isə E bəndi uyğun gəldi. Keçək 40-cı suala. 40-da görək bizə nə verib. Burada D1 və D2 bir-birinə paralel olduğuna görə düsturdan istifadə edən beta bərabərdir. Çöldəki bucaq bərabərdir. İçəridəki bucaqların cəminə. Eləyəcək 140 dərəcə. 1, 2, 3. Baxaq görək var. Beta 140. Bəli. A bəndi. İndi ikinciyə baxırıq. İkincidə bizə şəkli verir. Baxın, bu şəkli biz əgər bu formada çəksək, bu tərəfə belə uzatsaq, bunlar bir-birinə D1, D2 bir-birinə paraleldə düzdür. Bu paralel bu tərəfdən uzatsam. Bura 90-dırsa, bura da 90 dərəcə olur. Şəkli yaxınlaşdırım, daha aydın görəsiniz. Burada 90 olur. Deməli, 30 ilə 90 içəridəki bucaqlardır. Beta necə olur? Çöldəki bucaq olur. Deməli, mən buradan betanı tapmaq üçün nə edəcəm? 30 və 90-ı toplayacağım. Cavabımız eləyəcək 120 dərəcə. Sanki bu şəkildə, bu şəklin başqa bir formasıdır. 120 dərəcə, 120 E bəndi. 2 oldu E. Üçüncü suala baxaq, üçüncü şəklə. Üçüncü şəkildə də burada deməli D1 və D2 bir-birinə paralel olduğuna görə bura 50 dərəcədirsə, burada 50 dərəcə olur. Çünki burada çarpaz bucaqlar əmələ gəlib, həmçinin ziqzaq qaydasında deyə bilərik. Burada oldu 50 dərəcə. 50 dərəcə və betanın cəmi 360 dərəcədir. Çünki burada tam bucaq əmələ gəlir. Baxın, bu bucaq tam bucaqdır. Betanı tapmaq üçün 360-dan çıxaram 50-ni. Cavabımız eləyəcək 310 dərəcə. Baxaq görə 310 dərəcə harda var? C bəndindədir. Həmçinin açıq bucaqdan böyükdür. Açıq bucaqdan böyükdür olan bir dənə buna uyğun gəlir 310 dərəcəyə. O zaman 3-ü həm də yazıram. Açıq bucaqdan böyükdür D bəndi. 40-da 1-ə olacaq. 1-ə oldu E, 2-yə oldu
1 oldu A, 2 oldu E, 3 isə D və C bəndləri uyğun gəldi. Keçək 41-ci suala, digər səhifədədir. Qırx birə baxırıq. Birincisində. Deməli, bu alfa bucağı, bayaq buna aid yazmışam. Alfa bucağı bərabər. Çöldəki bucaqdan çıxıram 80-i. İçəridəki bucağı. 130-dan çıxıram 80-i. Eləyəcək 50 dərəcə. 1-ə uyğun gəldi 50 B bəndi. İkincisində. Bax, bura 30 dərəcədirsə, içərisindəki bucaq, bura 180-dən çıxaram 30-u 150 dərəcə eləyər. İçəridəki bucaq. Çünki o qonşudurlar. Bu üçünün də cəmi bizə nə verəcəkdir? 360. Deməli, mən alfanı tapmaq üçün 360-dan çıxmalıyam 150 və 170-in cəmini. 360-dan çıxanda bunların cəmi 320 eləyir. 360 çıxılsın 320. Bu da elədi 40 dərəcə. 2-yə uyğun gəldi E bəndi. Üçüncüsünə baxaq. Üçüncüsünə də elə bu 2-nin başqa bir formasıdır. Şəkli bu formada çəkiblər. Yenə alfanı tapmaq üçün bu üç dənənin cəmi bizə 360 dərəcə verir. 360-dan çıxmalıyam 150 və 140-ın cəmini. Yəni 360-dan çıxmalıyam 290-ı. Bu da bizə verəcək 70 dərəcə. A bəndi. 70 dərəcə həm də 60 dərəcədən böyükdür. O zaman həm də C uyğun gəlir. 41-ci çalışmada 1-ə oldu B, 2-yə E, 3-ə isə A və C bəndləri uyğun gəldi. Keçək 42-yə. 42-ci çalışmada birincisinə baxaq. Deməli, A və B bir-birinə paraleldirlərsə, içəridə qalan bu üç dənənin cəmi, baxın, yuxarıdakı şəkil kimidir də, 41 kimidir. 41-in üçüncü və ikincisi kimidir. Üç dənənin cəmi nəyə bərabərdir? 360. Burada da yeni qayda ilə götürəcəyik. 45, 150 və alfanın cəmi 360 dərəcə olmalıdır. Qaydaya əsasən, əgər A və B bir-birinə paraleldirlərsə, o zaman alfanı mən tapmaq üçün 360-dan çıxmalıyam bunların cəmini 195-i. Bu da eləcək 165 dərəcə. Baxa, 165 haradadır? B bəndinə uyğun gəlir. 1-də oldu B. İkincisində bəs necə yazırıq? Əgər bura 295 dərəcədirsə, mən 360-dan, burada bütün tam bucağa mənə gəlir də, 360-dan çıxaram 295-ə. Eləyər 65 dərəcə. Yəni, baxın, buradakı bucaq, bu bucaq 65 dərəcə olacaq. 65. İndi 65 nəyə bərabərdir? 65 çöldə qalan bucaqda, bunlar isə içəridə qalan bucaqlardır. 25 və alfa. 25 və alfanın cəmini. O zaman alfa bərabər 65-dən 25 çıxanda 40 dərəcə eləyəcək. 40 dərəcə həm iti bucaq, həm də 40. D ilə E uyğun gəlir 2-yə. D və E yazırıq. İndi üçüncüsünə baxaq. Üçüncüsündə də şəkil bu formada çəkilib. Bura 20-dirsə, deməli, bura 65. Bura alfadırsa, biz bu hissəni götürək, 180 çıxılsın alfa. Baxın bu hissəni. Götürək, 180 çıxılsın alfa. Çünki bunlar bir-birinə, deməli, qonşu bucaqlardılar. 65 içəridə olan bucaqdır. Çöldə olan bucaqlar 20 ilə 180 çıxılsın alfadır. 20 üzərinə gəlsin, 180 çıxılsın alfa. 20 ilə bunu toplayıram. 200 çıxılsın alfa bərabər 65-ə. Alfanı tapmaq üçün 200-dən 65-i çıxmaq lazımdır. 200-dən də 65 çıxanda cavabımız eləyəcək 135. Alfa oldu 135. Bu da uyğun gəldi A bəndinə. 1-də oldu B, 2-yə D, 3-ə isə A bəndi uyğun gəldi. 42-ci sualda. Keçək 43-ə. 43-də görək bizə nə deyir? Birincisində alfa və beta necə bucaqlardılar? Daxildə yerləşirlər və bir tərəflidirlər. Yazırıq, alfa və beta daxili bir tərəflidir. Daxili bir tərəflərin cəmləri də nəyə bərabərdir? 180 dərəcəyə. İkincisində alfa və beta qarşılıqlı bucaqlardılar. Qarşılıqlı bucaqlar da bir-birinə bərabərdir. Ona görə bərabər işarəsi qoyduq. Üçüncüsü digər tərəfdədir. Üçüncüsünə baxaq. Burada alfa və beta, alfa buradadır, beta buradadır. Bunları toplayanda tam bucaq əmələ gəlir də. Yəni 360 dərəcə əmələ gəlir. Alfa ilə betanın cəmi 360-dır. Uyğunlaşdıraq görək hansı bəndə uyğundur. Birincisinə daxili bir tərəfli və cəmləri 180. A ilə D uyğun gələcək. İkincisinə
Qarşılıqlı bucaqlardır. C uyğun gələcək. Üçüncüsünə də cəmləri 360 dərəcə B uyğun gələcək. E heç birinə uyğun gəlmir. Çünki biz burada bilmirik hansı bucaq neçə dərəcədir. Çıxanda 20 alınmasını tapa bilmərik. 43-də 1-ə oldu A, D, 2-yə C, 3-ə isə B bəndi. 44-cü suala baxaq. Görək 44-də bizə nə deyir? 44-cü sualda burada baxıram ki, birincisində. Bura 45-dirsə, 45 ilə beta bir-birinə çarpaz bucaqlardılar. Deməli, beta da 45 dərəcə olur. Beta 115 və alfanın cəmi açıq bucağın üstündə qurulduqlarına görə cəmləri olacaq 180. 45 ilə 115-i toplayıram. 160. Üzərinə gəlinsin. Alfa bərabər 180-ə. Alfa da bərabər 180-ə 160 çıxanda 20 dərəcə. 1, 2 və 3-də. 20 dərəcə. Baxaq indi, beta 45 cavabda var, E bəndinə uyğun gəlir. Amma alfanın 20 olması yoxdur. Alfa 20 olması yoxdur. Beta çıxılsın, alfa da yoxdur. 45-dən 20-ni çıxaq. O zaman 1-ə yalnızca E bəndini yaza bilərəm. İndi ikincisini yazaq. İkinciyə baxaq, 44-cü sualda. 75 ilə 50-ni toplayıram. Baxın, buradakı bucağı tapıram. 180-dən çıxıb buradakı bucağı tapıram. Buradakı bucaqla da beta bucağı eynidir. Deməli, beta bərabər 180 çıxılsın 75 və 50-nin cəmi. 180 çıxılsın 125. Bu da eləyəcək. 180-dən çıxırıq 125-i. Eləyir 55 dərəcə. Beta oldu 55 dərəcə. Alfa ilə və beta D1 və D2-nin paralel olmasına baxın. Bunlar necə bucaqlardılar alfa və beta? Daxildə yerləşirlər və bir tərəflidirlər. Alfa və beta bir tərəfli olduğuna görə alfanı taparkən 180-ə bir tərəflərin cəmi demişək 180 dərəcə olur. 180-dən çıxarıq 55-i. 125 dərəcə oldu. Baxaq. Betanın 55 olması var. C bəndinə uyğun gəlir. Alfanın 125 olması yoxdur. Amma alfa çıxılsın beta var. Alfa çıxılsın betanı yazaq. 125 çıxılsın 55. Bu da eləyəcək 70 dərəcə. 2-yə həm də uyğun gəldi B bəndi. İndi üçüncüsünə də baxaq. Görək üçüncüsündə nələr uyğun gələcək. Biz buradan betanı tapmaq üçün buna aid yazmışıq. Betanı tapmaq üçün çöldəki bucaqdan içəridəki bucağı çıxırdıq. Və bu dediyim qaydalar ancaq düz xətlər paralel olduqda olur. Betanı tapmaq üçün 135-dən çıxmaq lazımdır 100-ü. 35 dərəcə. Uyğun gəlir A bəndinə. A-nı yazdıq. Digər tərəfdən də alfanı taparkən isə 135 ilə alfa tam bucağı əmələ gətirirlər burada. İkisinin cəmi 360-dır. Deməli, mən alfanı taparkən 360-dan çıxmalıyam 135 dərəcəni. Da bizə verəcək 225 dərəcə. 225, amma alfanın 225 olması yoxdur. O zaman çıxmasından istifadə edeyim. Alfa çıxılsın betadan istifadə edeyim. 225 çıxılsın 35. 225-dən 35 çıxanda eləyəcək 190 dərəcə. Bu da uyğun gələcək D bəndinə. Deməli, 44-cü sualda yekun olaraq deyirik ki, 1-ə E bəndi, 2-yə C və B bəndi, 3-ə isə A və D bəndi uyğun gəldi. Keçək 44-cü suala. 44-də, daha doğrusu 44 bitdi, 45-ci suala. 45-də. Birincisində, bu üçün cəmin biz bilirik ki, 360 dərəcədir. Alfanı taparkən biz 360-dan çıxmalıyıq ikisinin cəmini, 110-dan 150-nin cəmini. Çıxanda bizə nə verəcək? 360 çıxılsın, 260 eləyəcək 100 dərəcə. 1, 2 və 3. 100 dərəcədirsə, kör bucaqdır. 1-ə uyğun gələcək C bəndi. İkincisinə. Burada ziqzaqlar var. Çöldəki bucaqların cəmi içəridəki bucaqların cəminə bərabərdir. Çöldə 30 və alfadır. İçəridə isə 40 və 20-dir. 30 üstə alfa bərabər 60-a, alfa da bərabər 60 çıx 30, 30 dərəcə. 30 dərəcə iti bucaq və 30 dərəcə. A ilə D uyğun gəlir. 2-yə yazırıq A və D. Üçüncüsündə isə burada da yenə ziqzaq kimi var. İçəridəki bucaqların cəmi çöldəki bucaqlara cəminə bərabərdir. Çöldəkilər 42 və 48-dir. İçəridə olan bucaq isə alfadır. Bərabər yazırıq alfa. Alfa da bərabər olacaq 90 dərəcəyə. 90 dərəcə düz bucaqdır. 1-də də oldu, daha doğrusu 3-də də oldu B bəndi. Deməli 45-də 1-ə uyğun gəldi C.
2-yə A-dır, 3-ə isə B bəndi. Keçək 46-nı yazaq və sonuncu sualıdır bu bölmənin. Birincisində 3 dənənin cəmi 360-dır. Alfanı taparkən biz 360-dan çıxmalıyıq 140 ilə 110-un cəmini. 360 çıxılsın. 140 ilə 110 toplayanda eləyəcək 250 dərəcə. Çıxanda da bizə verəcək 110 dərəcə. 110 dərəcə necə bucaqdır? Kör bucaqdır, C-dir, həm də 110-dir. Deməli, birə uyğun gəldi C ilə D bəndləri. İkincisinə baxaq. Alfanı tapmaq üçün biz necə yazırdıq düstura görə? Çöldəki bucaqlardan cəmindən 180-ə çıxırdıq. 100 çıxılsın 30, bu da eləyəcək 70 dərəcə. 70 dərəcədə nəyə uyğun gəlir? İti bucağa. 2-də olacaq A bəndi. Üçüncüsündə isə yenə alfa bərabərdir. Alfa içəridəki bucaqdır. Çöldəki bucaqların cəmini 53 və 37-nin cəmini toplayanda da eləyəcək 90 dərəcə. 90 dərəcədə nəyə uyğun gəlir? Düz bucağa. 3-də də olacaq cavabımız B bəndi. 46-da 1-ə C-dir, 2-yə A, 3-ə isə B bəndi uyğun gəldi.